Pingvin məsələsi nədir belə? Niyə hamı paylaşır? Nə baş verir? Gəlin niyə bu qədər məşhur olduğunu deyim sizə. Çox adam elə bilir indi olub, amma əslində bu görüntülər 2007-ci ildə sənədli filmə aiddir. Pingvinlərdən biri sürüdən ayrılır və arxaya dağlara doğru gedir. Geri qaytarırlar, yenə gedir. Getdiyi yerdə də nə yaşayış var, nə yemək var, nə okean var, nə də başqa bir pingvinlər var. Elə boşluğa doğru 70 kilometr uzaqdakı dağlara gedir. Sonra da soyuqdan donub ölür. Elə insanların ağlına da bu sual gəlir. But why? Bəs niyə? Video 2026-cı ildə təzədən üzə çıxdı. Arxaya da bir dənə sinematik musiqi və beləliklə də video partlatdı. Partlatmasının da səbəbi insanların buna bir anlam yükləməsi idi. Yəni pingvin sürü ilə getmir və sürüdən ayrılır. Amma ən azından yoxlayır kimi məna verdilər. Amma əslində bunların başqa səbəbi var. Bioloqların dediyinə görə disorientasiya baş verir. Yəni istiqamət hissinin itməsi. Bu da əsasən xəstəliklərdən və parazitlərdən baş verir. Yəni pingvin şüurlu şəkildə ölmə getmir. Sadəcə beyni səhv siqnal verir. Amma onu geri qaytarmaq da mümkün deyil. Yenə də geri dönüb dağlara tərəf qaçmağa başlayacaq. Bəs siz bu hadisəni bilirdiniz? Ümumiyyətlə sizdə hansı heyvandır? iPhone. Pingvindir, şərhdə qeyd edildi.